Salam əziz şagirdlər. Bilirsiniz ki, dünən 4-cü və 6-cı siniflərin monitorinq tarixləri və şərtləri açıqlandı. Belə ki, 4-cü siniflər 5 iyun tarixində, 6-cı siniflər isə 6 iyun tarixində imtahan verəcəklər. 4-cü siniflər üçün tədris dili, yəni Azərbaycan dilindən 30 sual təşkil olunacaq. Riyaziyyatdan isə yenə də həmin qaydada 30 sual olacaq. Riyaziyyat suallarının 25 sualı qapalı tipli, yəni variant kodlaşdırıla bilən, 5 sual isə açıq tipli olacaq. Bu 5 sualın isə 3 sualın həlli tələb olunmayacaq. Sadəcə xanalar veriləcək. Həmin xanalara siz aldığınız cavabı qeyd eləyəsiniz. 2 sualın isə, yerdə qalan 2 sualın isə həllərini xanalarla siz çərçivənin içində göstərməlisiniz. Hardan hansı əmələ keçdiniz, niyə bu əməli tətbiq etdiniz? Bunların hər birinin həlli verməsi. Yəni, məsələn, sualı verilibdir, aldığınız cavab 16. Konkret 16 yazsa, siz 0 balla qiymətləndirəcəksiniz. Çünki burada artıq həllərinin mərhələlərini göstərmək vacibdir. Azərbaycan dilindən isə 2 tipli mətn olacaq. Onlardan birinci mətndə bir dənə açıq sual, ikinci mətndə isə yenə də bir dənə açıq sual olacaq və artıq burada yeni olaraq şəklə görə sözləri tanıma bacarıqları da veriləcək. Həmin bu 2 mətn əsasında isə 27 dənə tapşırıq cavablandıracaqsınız. Bu belə. Bu bizim imtahanımızın şərtləridir. Gəlin indi imtahana aid bir dənə nümunəmiz var. Onu həll edək. Deməli, başlayaq 31-ci sualdan. Bizə deyir ki, 31-ci sual. Bu ədədin mərtəbə qiymətini göstərməyimizi istəyir. Deməli, 947.371 ədədində 4 rəqəmli mərtəbə qiymətləri. 4-dən sonra neçə vahid ədədi var? 1, 2, 3, 4. Mərtəbə vahidi dedikdə demişdik ki, bunun son rəqəmləri sıfırlanır. Yəni, biz bunu 4 vurulsun 10.000 kimi göstərə bilərik. O da eləyir 40.000. Yəni, cavab oldu D variantı. İkinci sual, yəni 32-ci sual. Əli aldığı kitabları 5 rəfə bərabər sayda yığdı. Hər rəfdə 7 kitab oldu. Əlinin neçə kitab aldığını hesablamaq üçün hansı ifadədən istifadə etmək lazımdır? Əgər 5 rəf varsa və hər birində 7 dənə varsa, onda 5-i vurmalıyıq 7-yə. Nəticə olaraq 35 kitab varımızdır. Yəni, cavab oldu B variantı. 33. Deyir ki, indi saat 18:00-dır. Saat əqrəbinin əmələ gətirdiyi bucaq neçə dərəcədir? 18:00 nə deməkdir? Yəni, tən ortadadır əqrəblər. Biz də bilirik ki, bütöv çevrə 360 dərəcədir. Düzdürmü? İndi əgər bunun yarısından əqrəblər kəsişibsə, onda 360-ı bölürük 2-yə. O da eləyir 180 dərəcə. Cavab oldu A variantı. 34-cü sual. Boş xanaya uyğun ədədi müəyyən edin. Aha, baxın. Bizə deyir ki, 4-də 3 dəqiqə neçə saniyədir? Biz də bilirik ki, hər bir dəqiqəmiz 60 saniyədir. Onda 4-də 3-ü 60-a vursam, 64-ə bölünür 15 dəfə. 15-də 3-ə vuranda 45 saniyə eləyər. Ya da belə də deyə bilərik. Aşağıya bölürdük, yuxarıya vururduq. Bu qayda ilə cavab oldu B variantı. 35. Aşağıdakı rəqəmlərdən hansı bu ifadənin yerinə A-nın yerinə yazıla bilər? 9963 kiçikdir 9900 A5. İndi bunun ilk mərtəbəsi eynidir. İkinci mərtəbəsi də eynidir. Bizə lazımdır 3-cü mərtəbələr. Burada 6 durub, burada A durub. Əgər bu 6-dan böyük bir rəqəmsə nə yazıla bilər? 7, 8 və ya 9 ola bilər. İndi bizə deyir, hansı yazıla bilər? Hə, bu arada 6-ın özü də ola bilər. Çünki bu 63-dür. Deməli, bizə 65 də uyğundur. Cavab olacaq C variantı. 36. Bu kəsirdir, yəni bölmə kimi verilibdir. 10-da 4, üstə gəl 10-da 1, müqayisə deyir. İkinci əməlimiz nədir? 4,9 çıxılsın 4,6. Bu rahatdır. 4 4-ü aparır, qalır yerdə 0,3.
Bu isə onda 4 ilə onda 1 birləşir, olur onda 5. Hansı böyükdür? Təbii ki, onda 5 daha böyükdür. Yani olur 0,5 büyüktür 0,3'ten. Cevap oldu B variantı. 37. Boş kalan yerine uygun variantı seçin. Deməli, yenə müqayisədir. 5203 çıxılsın 3203. Ardıcıl qayda ilə çıxdı. 0, 0, 0, 2000. Sonra 2000'i bölürük 4'e. 500 eləyir. 500. Ama burada sıfıra vurma olduğu için elə onsuz da nəticə 0 eləyir sol tərəf. Sağ tərəfdə də bir bölmə əməlidir. 2980 böl 5. Bunu onsuz da neçə eləyirəm eləyim? Sıfırdan fərqli olacaq. Yəni ona görə böyük eləyəcək. Cavab oldu D variantı. Burada sıfıra vurma var deyə onsuz da nəticə 0 edəcək. 38. sual. ABC üçbucağının tərəflərini ayırdığı rənglənmiş isə dairənin 6'da 1'idir. ABC bucağı neçə dərəcədir? Əgər 6'da 1'dirsə və tam çevrəmiz 360 dərəcə olduğu üçün 38. 6'da 1'ə vursaq, yəni 6'ya bölsək 60 dərəcə edər. O da eləyir C variantı. 39. Xətti diaqramda ata və ananın aylıq gəlirlər təsvir edilmişdir. Hansı ay ata anadan 500 manat çox gəlir əldə edilib? Deməli, ana mavi rənglərdir. Ana neçə manat alıbdı? Ana, gəlin ananın pullarına baxaq. Ana yanvarda alıb 400. Sonra alıb fevralda 800. Sonra alıb martda 400 ilə 600'ün arası 500 deyə bilərik. Bir də apreldə alıb 800 ilə 600'ün arası, yəni 700 deyə bilərik. Keçdik ataya. Ata neçə alıb? Yanvarda alıb 500. Alt-alta yazıram ki, görək. Fevralda alıb 1000. Martda alıb 700. Apreldə alıb 1200. Təbii ki, bizə deyir ki, 500 manat çox aldığı ay. En çok fərqlənən də görürsünüzsə aprel ayıdır. 700'ün üstə 500 gəlsəm 1200 eləyir. Yəni cavab oldu aprel ayı. C variantı. 40. Aşpaz bidondaki 4,5 litre südün 1,2 litrindən şirniyyat hazırladı. Qalan südün bir hissəsini, hər birinin tutumu 500 ml olan 4 qaba töküb soyuducuya qoydu. Bidonda neçə litr süd qaldı? Deməli, əvvəl var idi 4,5. Düzdürmü? Bunun 1,2'si getdi. Yerdə nə qalacaq? 4,5'dən 1,2 çıxanda bunu getdi elə bil. Qaldı 3,3 litr. Düzdürmü? İndi bunu nə elədi? Qalan südün bir hissəsini, hər biri tutumu 500 ml olan 4 qaba tökdü. 500 ml 0,5 litrdir. Vururam 4 dənə qaba. Yarım 4 dənə qab 2 litr eləyir. İndi bunu da soyuducuya gönderdi. 3,3'ten de 2 litrini çıxanda yerdə qalır. 1,3 litrimiz əlimizdə qaldı. Cavab oldu D variantı. 41. Toplananlardan biri 136, digəri 6'nın 8 qatı olarsa cəmdən 43 vahid kiçik ədəd hansıdır, neçədir? Deməli, toplananımızın biri 136'dır. İkinci toplanan 6'nın 8 qatıdır. Yəni 6 vur 8, 48'dir. İndi bizə deyir ki, cəm 136 ilə 48'i toplayıram. 6, 8, 14, 1 yadda 3, 4, 7, 184. İndi deyir ki, cəmimiz budur. Cəmdən də 43 vahid kiçik ədəd. Çıxanda 1, 8'den 4'ün çıxanda 4. O da eləyir 141. Yəni cavab oldu B variantı. 42. Düzbucaqlı formasında xalçanın uzunluğu 4 metr. Eni sahəsi isə 8 metrdir. Bir dəqiqə, uzunluğu 4'dür. Səhv yerə işarələdim. Uzunluğu 4'dür. Enini bilmirik. X deyək. Sahəsi isə 8'dir. S bərabərdir 8. İndi sahə nə idi? Sahə düzbucaqlıda enin uzunluğa vurulmasıdır. Düzdürmü? Yaxşı, biz 4'ü nəyə vursaq 8 eləyər?
Deməli bizim n'imiz 2 imiş. Cevap oldu B variantı. (43) Terazi meselesidir. Deyir ki A beraberdir 175 gram, B beraberdir 270 gram olarsa kütleleri beraber olan kisələrin birinin çəkisi neçədir? Aha, solda 3 tane A var. Sol deyirəm, sağda daha doğrusu. Yani bizim bir A'mız da 175'dir. Onu da vuraq 3'ü 175'e. B'de ise 2 dənədir B kırmızı kutudan. Onun da birinin kütlesi 270 gramdır. Onu da vururam 2'ye. 3'ü 175'e vuranda 15, 1 hatta 21, 2 22, 525. Bu da 540. Bizim sağ tarafın ağırlığı 1065 eləyəcək. İndi sağ tarafa karşılık sol tarafta 3 tane eyni kisə var. Onda biz 1065'i 3'e bölsək, ne bildim? 1065'i 3'e bölsək, bir kisənin ağırlığını taparıq. Onun için de 3 dəfə 9, 16, 5 dəfə 15, 15. Yani 355 gram olacak. D variantı. 44. Şəkildəki O nöqtəsi dairənin mərkəzidir. AC üçbucağının növünü müəyyən edin. A, O. Ortada B, O yazılıb. Çox güman ki, səhv yazılıbdır. İndi A, O, C üçbucağı. Aha. Deməli, bura bunun ortasıdır. O'dur. Bura A'dır. Bura C'dir. Biz demiştik ki dairenin merkezi ile bir kenarını birleştiren düzgayet radyustur. Bu da onda merkezi ile bir kenarını birleştirip de bu da radyustur. İki radyusun yani iki eyni parçanın arasında kalan üçbucak olduğu için bu üçbucak. Ona diyeceği biz beraber yanlı üçbucak. Yani cevap olacak D varyantı. 45. Piktogramı esasen bir gün ərzində her növ dondurmadan neçədən satıldığını müəyyən edin. Bakın her bir kvadrat xanası 200 dondurmaya işarədir. İndi onda vanilli dondurma, vanilli. Neçədən xana var? Bir dənə oldu 200. Banan, neçədən xana var? 4 dənə. 200'ü 4'e vururam 800. Çiyələkli. Neçədən xana var qarşısında? 3 dənə. 203'e vururam 600. Və şokoladlı 200'ü 4'e vururam yenə də 800 olacaq. Deməli 200, 800, 600, 800. Cavab oldu C variantı. 46. 180 dərəcə bucağın 3'də 2'sinə bərabər olan bucaq növü hansıdır? 46. Deməli 180'i aşağıya bölürük 3'e, vururuq 2'ye. O deyilir 120. 120 de 90'ı keçdiyinə göre kör olacak. Cevap oldu B variantı. 47. Çevrən radiusu perimetri 48 cm olan beraber tərəfli üçbucağın tərəfinə bərabərdir. Bu çevrən diametrini göstərin, tapın. Bu bizim deməli bu bizim radiusumuzdur. Bunun radiusu bu perimetri 48 olan üçbucağın tərəfinə bərabərdir. Gəlin 48'i bölə 3'e. Görək üçbucağın bir tərəfi neçədir? Alırıq ki 16. Deməli bu üçbucağın tərəfləri 16, 16'dır. Və bizə deyir ki radiusu da bunun tərəfinə bərabərdir. Onda bu da 16'dır. Düzdürmü? Radius 16'dır. Yaxşı, diametrlə radiusun fərqi nə idi? Diametr mərkəzlə bir kənarı birləşdirirdi. Diametri belə deyək. Aha. Deməli, diametrlə radiusun fərqi nə idi? Radius ortadan kənarın birləşdirirdi. Diametr iki kənarın birləşdirirdi. Yəni radiusun 2 qatı idi. Onda 2'ni de 16'ya vuranda diametr 32 edecek. Yani A variantı. Neçə sualdı burada? 60 sual. 48. Gülnar'ın anası almalı pirog bişirdi.
Gülnar piroqun 16'da 3'ünü, qardaşı 16'da 2'sini yedikdən sonra bacısı isə qardaşının yediyi qədər yedi. Piroqun hansı hissəsi qaldı? Deməli 3 nəfər yeyib. 16'da 3'ünü Gülnar, qardaşı 16'da 2'ni, kiçik bacı yenə qardaşı qədər. Yəni 16'da 2, yəni o da 16'da 2 yedi. 3, 2, 5, 7. Yəni 16'da 7'si yeyildi. İndi 16 hissənin 7'si yeyildisə, təbii ki də 9'u qaldı. Cavab oldu D variantı. 49. Avtomobil 320 km uzunluqdakı olan yolu 4 saata gedir. O sürətini 40 cm azaltsa, həmin yolu neçə saata gedər? Deməli, əvvəl bu 320 yolu 4 saata gedir. Yəni 320'ni bölsək 4'ə, hər dəfə 80 sürətlə gedirmiş. İndi deyir ki 40 km azaltsa, 80'i 40 azaltsa olacaq 40. İndi 320'ni 40'a bölsək 8 saata getmiş olar. Cavab olur C variantı. Bir də onu qeyd edelim ki, sürət zamanı yola bölmək, yolu zamana bölməklə tapılır. Yəni S mötərizədə də yol bölünsün T zaman. Aha, cevabımız oldu C variantı. Keçdik 50'ye. Anarın cəmi 36 oyuncaq maşını var. Dairəvi diaqramda oyuncaqların rənginə görə bütün maşınların hansı hissəsini təşkil etdiyini təsvir olunub. Hansı rəngdən neçə maşını var? Deməli, ümumi nə qədərdir? 36 dənə. Hər bir bu hissələrə vurub tapacağıq. 36 vur 3'də 1. Məsələn, narıncını tapsam. 36 3'ə bölünəndə 12 eləyir. Bu oldu bizim narıncımız. Narıncı. Sonra 36 vurulsun 4'də 1. Buna göy deyiblər, yox boz deyiblər. 36 vur 4'də 1. 36 4'də 9 dəfə. Bu olur bizim bozumuz. 36 vurulsun 6'da 1. Bu sarıdır. 6 dənə ilə sarı. Bir də 4'də 1 göy tapdıq. 4'də 1. Göylər də 4'də 1 qədərdir. Yəni 9 dənə də göy var. İndi bizə başlayır sarı ilə. Neçə sarı var? 6. O da B variantı eləyir elə. 9 göy, 9 boz, 12 narıncı. 51. Hər birində eyni sayda düymə olan 5 qutuda cəmi 75 düymə var. 7 belə qutuda neçə düymə var? 5 dənəsində 75 düymə var. Onda görək hər birində neçə dənə var? 75'i bölürəm 5'ə. Eləyir 15. Deyir ki, bu elə bir ki, bir qutudur. Bir qutu. Qutu. Şimdi bize deyir 7 dənə qutuda. 15'i də vururuq 7'yə. Eləyir 105 düymə. Cavab oldu A variantı. 52. Anların kağızdan kəsdiyi və hər birinin sahəsi 25 olan 2 kvadrat yan yana qoyuldu. Alınan düzbucaqlının perimetrini tapın. Deməli, bizim 2 dənə kvadratımız var və sahəsi 25'dir. Deməli, əgər bunun sahələri 25'dirsə, onda tərəfləri bunun neçəyə imiş? Demək ki, bu 5'in 5'ə imiş. 5'in 5'ə. Onda böyük sahə nə olacaq? Əgər hər birinin sahəsi 25 isə, onda bunların hər bir tərəfi də 5'dir. Birləşdirsək, yaranan düzbucaqlıya baxırıq da artıq. Onda eni 10'dur, uzunluğu da 5'dir. Daha doğrusu əksinə. İndi böyük düzbucaqlının perimetrini tapmaq üçün 2 vurulsun, toplayırıq en və uzunluğunu 10 və 15, o da eləyir 15. 15 də 2'yə vuranda 30 cm. O da eləyir A variantı. Gəldi 53-cü suala. Bölən 65, qismət 20 və qalıq 5 olarsa bölünən neçədir? Deməli demişdik ki, necə idi? Bölən bərabərdir qismət. Mötərizə qalıq.
İndi bölünəni tapmaq üçün böləni qismətə vururuq. 65-i 20-yə vurub üzərinə 5 gəlirik. O da eləyir 1305. 54-cü sual. Koordinat şəbəkəsində verilmiş üçbucağın təpə nöqtələrin koordinatlarını yazın. Gəlin baxaq. A harda yerləşir? A nöqtəsinin x-i 1-dədir, y-i 6-dadır. B nöqtəsinin x-i 6-dadır, y-i 8-dədir. C nöqtəsinin də x-i 1-dədir, y-i deməli y-i hardadır? O da yox, x-i 6-dadır. Yəni ki, bu ox, bax, bura x oxudu. Bura y oxudu. X 6-dadır, y 1-dədir. İndi baxaq uyğun variant 1 6 6 8. B-yə səhv baxdım deyəsən. Yox, B də 6 8-dədir. 1 6 B 6 8. Niyə B-ni 7 8 veriblər? Yox, sualda səhvlik var. 1 6, hə, cavab belə olmalıdır. 6 8. X-in 6 1-i olmalıdır. Bu da belə. 55-ci sual. Burada düzgün cavab yox idi. Cavabı mən yazdığım kimidir. 55 1000 kilogram. İstə gəl 5-də 2 ton. Aha, üstə gəl 5-də 2 ton. Elə 1000 kilogram 1000 kiloqramdır. 1 tonumuz 1000 kilodur. 1000-i böləndə 5-ə, vuranda 2-yə 200. 200-dəki vuranda 400 kiloqramda buradan eləyir. Oldu 1400. Bu hissə 1400 sol tərəfdir. İndi gəldik sağ tərəfə. Sağ tərəfdə 5800 çıxılsın. 5 tam, bu da 5-də 2-ni də biz 10-da 4 götürə bilərik. Yəni 5 tam 10-da 4 ton. Onu da tonu da kiloqrama çevirəndə 5400 kiloqram eləyir. İndi 5800-dən də 5400-ə çıxanda burada da 400 kiloqram qalır. 400 kiloqram da 400 kiloqrama təbii ki bərabərdir. İki tərəfdə də 400 qalır. Yox, bir tərəfdə 1400 qaldı. Sağ tərəfdə 400 kiloqram qaldı. Onun minini unuttum. Cavab oldu C variantı. 56-cı sual. 5 kiloqram şaftaldan 2 litr meyvə şirəsi alınır. 16 litr şirə hazırlamaq üçün neçə kiloqram şaftalı lazımdır? Hər 5 kiloqram 2 litr dönür suya. İndi bizə lazımdır 16 litr. Baxın, 2 litrin 16 litrin içində nə qədər 2 litr var? 8 dəfə çoxdur, düzdür? Onda 5 kiloqramı da biz 8 dəfə götürməliyik ki, həmin suyu versin. O da eləyir 40 kiloqram. 57. Budur. 57. Sinif nümayəndə seçkisində hər namizədə verilən səslərin sayı diaqramda göstərilib. Diaqrama görə suallara cavab verin. Deməli, buradan elə bəri başdan baxaq. Ailənin neçə nəfər səs verib? 6 nəfər. Fəridə 8 nəfər. Nuraya 12 nəfər. Mələyə 4 nəfər. Yox, Mələyə 6 nəfər. Akifə 4 nəfər. İndi bizə suallarımıza cavab verək. Sinif nümayəndəsi kim seçildi? Ən çox səs toplayan Nuraydır. Təbii ki, Nuray olacaq. 57 A variantı. 58. Səs vermədə cəmi neçə nəfər iştirak etmişdir? Toplayaq. 12, 8, 20. Belə deyək də. 6 üstə gəl 8, 12. Üstə gəl 12, üstə gəl 6, üstə gəl 4. Deməli, 6 üstə 4 gəldi 10, 10 üstə 10, 20, 26 nəfər iştirak etmişdir. 59. 7 kiloqram fındıq 84 manatdır. 180 manata neçə kiloqram fındıq almaq olar? İndi 84-ü bölürəm 7-yə. Görün 1 kiloqram neçəyə düşür? Eləyir 12 manat. Deməli, hər 1 kiloqramına alıcı 12 manat pul ödəyir. İndi əgər bu 180 manatdırsa, əlimizdə 180 manat pul varsa, bölürəm 12-yə. Deməli, eləyir 15 kiloqram ala bilər. 60. Deyir ki, 27 il əvvəl Ayselin 14 yaşı var idi. 7 il sonra Ayselin neçə yaş olacaq? 27 il əvvəl 14 yaşı var idi.
Onda indini tapmaq üçün 27 üstə 14 gəlirəm. Eləyir 41. Bu bizim indiki yaşımızdır. Aysel'in indiki yaşıdır. İndi bizə deyir 7 il sonra. 7 il sonra bu 7 yaş artacaq deyə cəmi 48 yaşı olacaq. Bu da belə. Videonun sonuna gəldik. İzlədiyiniz üçün təşəkkürlər.